Mətnin giriş hissəsi əsasında dəqiqləşdirmək olar. Məmurun qonşuluğunda kimin yaşadığını, hadisənin baş verdiyi vaxt havanın isti və ya soyuq olması, kəndliyə nəyin irad tutulması, məmurun yaşı, məmurun kənd təsərrüfatına nə dərəcədə bələd olduğu. Öncə giriş hissəyə nəzər salırıq. Giriş hissəmizdə qeyd olunur ki, məmur qocalmışdı, ömrünün qalan günlərini xoş keçirmək üçün məmurluqdan əl çəkib mülkədar olmaq fikrinə düşdü. Görünür ki, burada onun dəqiq yaşı qeyd olunmayıb və havanın isti-soyuq olduğunu da biz bilmirik. Özünə torpaq sahəsi alır, kəndin qırağında böyük ev tikir, amma qonşuları qeyd olunmayıb. Bikarlıqdan hər gün kəndlərin tarlalarını gəzməyə, onlara təsərrüfat haqqında yersiz məsləhətlər verməyə başlayıb. Yersiz məsləhətlər bizə göstərir ki, məmurun kənd təsərrüfatı haqqında bilgiləri yox idi. Deməli, məmurun kənd təsərrüfatına nə dərəcədə bələd olduğunu biz həmin cümlənin vasitəsilə dəqiqləşdirə bilərik.